Etibar Salmanov iki bədii kitabın müəllifidir. Cəsarətlə qeyd etmək istərdik ki, həmin kitablar ədəbi ictimaiyyətin böyük marağına səbəb olmuşdur. Gənc şair Etibar Salmanovun ilk kitabı Könlümlə Söhbət adlı şeirlər toplusu 2014-cü ilin yanvarında işıq üzü görüb. Bu günlərdə isə onun şeirlər və hekayələrdən ibarət Duyğular Dinsin adlı ikinci kitabı işıq üzü görübdür. Geniş ictimaiyyətin kütləsinə təqdim olundu. Etibar Salmanovun ədəbi yaradıcılıq haqqında danışmaq üçün söz verilir Anar Mürsəlov adına 2 saylı orta məktəbin dil ədəbiyyat müəllimi Sevil Ələsgərova. Çox hörmətli, möhtərəm Əhəd müəllim, hörmətli qonaqlarımız, mehriban dostlar, tədbir iştirakçıları, hər vaxtınız xeyir olsun. Bugün biz Anar Mürsəlov adına 2 saylı orta məktəbin məzunu, mənim şagirdim, sevimli şagirdim, gənc yazar, şair Etibar Salmanovun yaradıcılıq gecəsinə yığışmışıq. Bir müəllim kimi öz istedadlı şagirdi haqqında danışmaq nə qədər qürur verici bir hissdir. Etibarla mən, Etibar 10-cu sinifdə oxuyanda, ona dərs deyərkən tanış olmuşuq və Etibar kimi bir şagirdim olduğu üçün mən bugün qürur duyuram. Nəyə görə? Etibar dərs oxuyanda da çox iddialı bir şagird idi. Baxmayaraq ki, onun müəyyən dərəcədə sağlamlığında qüsur var idi, amma hər dəfə iddialı olaraq dərsə hazır olurdu. Hər dəfə dərsə tələbkarlıqla yanaşırdı. Hətta inanırsınız, mən gündəlik dərsdə məktəbdə şagirdlərimə Etibarı nümunə göstərirdim. Və bugün nə qədər xoşbəxtəm ki, mən məhz Etibar haqqında söz deyə bilirəm. Və Etibarla biz dərs keçəndən sonra saatlarla şeirdən, musiqidən danışardıq. Çünki Etibarın daha çox dosta, ünsiyyətə, həm söhbətə ehtiyacı var idi və mən bunu çox ürəklə, həvəslə eləyirdim. Və inanın ki, mən ona heç vaxt müəyyən dərəcədə xəstə uşaq kimi baxmamışam. Və Etibar orta məktəbi əla və yaxşı qiymətlərlə bitirdi və bugün qürurla deyirik ki, Etibar Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin dinləyicisidir. Bir çoxlarından fərqli olaraq, yəni hər cür təminatla təmin olunmuş bir çox uşaqlardan fərqli olaraq o bugün tələbədir. Anar Mürsəlov adına 2 saylı orta məktəbin məzunları haqqında həmişə fəxrlə danışırıq. Amma bizim şairimiz yox idi. Bugün biz şair məzunumuz haqqında danışırıq və çox qürurla danışırıq. Etibar Daşkəsəndə yaşasa da mən etiraf edirəm. Çoxları Daşkəsəndə Etibar haqqında o qədər də məlumatlı deyildilər və inanın ki, bugün iştirakçıların çoxu bir-birindən soruşur ki, Etibar bu uşaqdırmı? Biz onun haqqında düzdür, eşitmişdik, amma tam tanımırdıq. Ona görə onun haqqında mən qısaca bir, cəmi 23 yaşı olan gənc şair haqqında qısaca məlumat vermək istəyirəm. Etibar 7 iyun, yəni onu da deyim ki, cəmsi bir neçə gündən sonra onun 23 yaşı tamam olur. 7 iyun 1992-ci ildə Daşkəsən şəhərində anadan olubdur və 2010-cu ildə Anar Mürsəlov adına 2 saylı orta məktəbdə ev dərsi, fərdi təhsil almaqla bitiribdi və indi artıq dediyim kimi 14-cü ildə Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin dinləyicisidir. 2014-cü ildə bu gənc insan artıq birinci şeirlər kitabı, Könlümlə Söhbət şeirlər kitabı, Parlaq İmzalar nəşriyyatında məşhur şair Aftalmalov, Paşa Qəlbinuru professor, yəqin ki, adını eşidirsiniz, Respublikamızda yetərincə tanınmış bir insandır. Onun rəyi ilə ilk kitabı nəşr olundu. Paşa müəllim Etibarın kitabına yazdığı ön sözdə deyirdi. İlk dəfə Etibarın şeirlərini oxudum. Bu şeirlərdə hisslərin təbii idarə olunmaz tüğyanı, isti uğurlu misralar, bəndlər var. Elimizə, obamıza, şeir dünyamıza yeni bir nəfəs gəlir. Yeni şeir imzası Etibar. Bu gəlişin uğurlu olsun Etibar. Bu gəlişin həmişə zirvələrə aparsın səni. Etibarın şeirləri Ziya və bölgələrdən səslər ədəbi antologiyalarında, İstanbulda nəşr olunan Yeni Dönəm Sanat dərgisində dərc olunur.
2015-ci ilin yanvar ayından Qayıdış Zamanı qəzetində, may ayından isə Ulduz jurnalında şeirləri dərc olunub. Etibar, onu da deyim ki, ilk dəfə sosial şəbəkələrdə tanınıb öz şeirlərini, ilk dəfə sosial şəbəkələrdə yayımlandı, tanındı və artıq onlarla xarici dövlətin 1000-ə yaxın saytında, 200-dən çox Azərbaycan saytında Etibar yayımlanır. Və Etibarın özü Zaman 24.com və Duyğuların net saytının baş redaktorudur və Daşkəsində baş verən bütün ictimai-siyasi hadisələr, bütün tədbirlərimiz Etibarın saytı vasitəsilə yayımlanır. 2014-cü ilin sentyabr ayından Etibar Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür və şeirlə yanaşı Etibar nəsrlə də məşğuldur, kiçik hekayələr yazır və may ayında Ümumdünya Türk-Dilli Xalqların Öykü Antologiyasında Mənim Hekayəm adlı əsəri ilə bu antologiyada təmsil olunub. Hörmətli tədbir iştirakçıları, bugün Etibarın yenicə çapdan çıxmış Duyğular Dinsin çox nəfis şəkildə tərtib olunmuş kitabının həm də təqdimatıdır. Kitab Parlaq İmzalar nəşriyyatında nəşr olunubdur, çox nəfis şəkildə və kitabda Etibarın Paklılığa Dönüş poeması, lirik şeirləri və hekayələri toplanıb və hər bir oxucuya mən məsləhət görürəm və 23 yaşlı bu gəncin şeirlərini oxuyanda, əsərlərini oxuyanda, inanın, onu tanımayan insan elə bilər ki, dünyanı görüb götürmüş, müdrik, böyük bir yaş təcrübəsi keçmiş bir insanla söhbət eləyir. Şeirlər oxuduqca insanı öz arxasınca aparır. Burada hisslər, duyğular çulğulaşır. Burada insan qəlbinin ən gözəl hissi olan sevgidən də söhbət var. Təbiət gözəlliklərinin tərənnümü də var. İlahi uca Tanrımıza böyük eşqdən də söhbət gedir. O Quranı gözəl bilir. İlahi sevgidən də yazır və Etibarın müraciət etmədiyi mövzu yoxdur. Hər bir mövzuda o öz sözünü deyə bilir və Duyğular Dinsin kitabında, Parlaq İmzalar nəşriyyatında çap olunan bu kitaba rəy yazan ədəbi mühitdə yetərincə tanınmış insanlar, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, şair Qəşəm Nəcəfzadə və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Profesor Akif Abbasov bu kitaba rəy yazmışlar. Və hər iki şəxsin rəyində kitab haqqında çox müsbət, yüksək səviyyədə sözlər söylənilir və oxucular özü tədbir boyu da işidəcəyiniz şeirlərdə bunun şahidi olacaqsınız ki, Etibar heç kəsi təkrar eləmir. Özünə məxsus bir tərzdə yazır və bu da ədəbi mühitdə təqdir olunur ki, təkrarçılığa yol verməyən bu insan, biz demirik Etibar dahidir, biz demirik ki, Etibar artıq mükəmməldir, düzdür. O, ədəbiyyatın şahı olan poeziya yollarında, çətin yollarda irəliləyir və bundan sonra o hələ öyrənəcək, öz üzərində işləyəcək, amma Etibar bundan qorxmur. O gecə də gündüz də çalışır və nəticədə gözəl, nəfis şeirlər meydana çıxır. Etibar, mən sənə həyatda birinci can sağlığı arzu edirəm. Göydə Allah, yerdə Nailə xanım, bu qürurlu, ərdəmli, cəsarətli xanım sənin başının üstündən əski olmasın. Qələmin iti olsun, Allah parlaq istedad verib sənə, çoxlarında olmayan, çoxun həsrətli olduğu bu istedadın həmişə parlasın, ağlın itin, qələmin iti olsun. Uğurlu yollar arzu edirəm, sənə müvəffəqiyyətlər arzu edirəm. Çox sağ olun. Sevil xanıma gənc şair Etibar Salmanov haqqında söylədikləri fikirlərə görə dərin minnətdarlığımızı bildiririk. Hörmətli tədbir iştirakçıları, söz musiqinindir. Eldar Mansurov Qobustan çıxış edir. Mübarək rəqs qrupu. Alqışlarınızla.
İndi isə sözü Anar Mürsalov adına 2 nömrəli tam orta məktəbin əməkdar müəllimi Duman Mahmudovaya verilir. Hörmətli Əhəd müəllim, siz başda olmaqla bütün etibar sevərləri bu tədbirimizə gəldiyi üçün bir müəllim kimi öz qəlbdən, sizi qəlbdən təbrik edirəm. Bugün buraya toplaşmağımızın əsas səbəbi gənc şair, yazar, qələmin, onun yazmış olduğu qələmin işığına, onun nuruna toplaşmışıq. Onun yazmış olduğu bu 2 kitab bütün nəinki Daşkəsən rayonunda, bütün regionlarda kompüter vasitəsilə hamı onu tanıyır, hamı Etibarı sevir. Əzizim Etibar, bugün sən mənə bir zəng gəldi səhər-səhər. Çünki o uşaq bilirdi ki, biz bugün səninlə görüş keçirəcək. Göygöl rayonundan 3-cü sinif şagirdi. Sizinlə dostluq əlaqəsi yaradıb. Balaca Tofiq, sizi təbrik edir. Və deyir, qoy Etibarın kitabları bundan sonra da çoxalsın. Mən çox sevinirəm ki, deyir, mənim dostumun biri də artdı. Əzizim Etibar, sənin yaradıcılığında filologiyanın 2 böyük janrı inkişaf edir. İstər şeir nəzm, istər nəsr. Hansı hissələr, istər şeirlərini, istər hekayələrini oxuyarkən, yalnız bizim qəlbimizdə sənə qarşı olan bir oxucu məhəbbəti, bir insani keyfiyyəti olan bir qəlbini bizim öz qəlbimizdə ucaldırıq. Əzizim Etibar, sənin Könlümlə Söhbət kitabında oxuyarkən bir bənd demək istəyirəm. Dedim, könlüm, gəl söhbət edək. Biraz sən məni, biraz mən səni. Dinləyək, anlayaq, biraz bölüşək. Sevinci, kədəri, hörməti, sevgini. Siz təsəvvür edin, əziz oxucularımız, balaca bir yumruq boyda bir ürəkdə nələr yerləşir? Həm sevgi, həm kədər, həm həsrət. Amma mən bugün gənc oxucularımıza bir oxucu kimi arzu edərdim ki, qoy sevib sevilən gənclərimiz Etibarın kitabındakı o sevgi motiflərini oxusunlar. Görsün, o sevgini hansı bir uca bir zirvəyə ucaldır. Bu yollarda sənə uğurlar arzulayıram, Etibar. Bayaq dedik ki, təkcə bizim rayonlarda yox, hər yerdə, Respublikamızın hər yerində sizin adınız çəkilir. İstər incəsənət ustalarımızın, istər şairlərimizin sizə olan duyğularını, sizə olan məhəbbətidir. Ancaq böyük bir ədibimiz belə bir cümlə işlədir. Dünyada deyir, dünya nemətlərinin deyir, ən qiymətlisi vəfalı dostdur. Bəli, Etibar, bugün sənin nə qədər vəfalı dostun var. Bugün sənin ən səmimi dostun göydə Allahdır, yerdə dostların. Bugün gecə ürəyini şam edib sənin üstünə sərən anan Nailə anadır, Nailə xanımdır. Dayın Ələkbər müəllimdir, kitablardır, kompüterdir və bugün səni sevənlər oxuculardır ki, səni qəlbində həmişə sevir, tumarlayır, daha doğrusu səni ucalara tutur. Ədiblərdən biri deyir ki, kitabı açıb oxuyarkən elə kitab var ki, deyir, bizi itələyir. Amma deyir, Etibarın, oxucuların dili ilə deyirəm, Etibarın kitabları bizi deyir, cəlb edir. İstər istəməz ondan bilib bilmədiyimiz nələri öyrənirik. Əzizim Etibar, bu yolda sənə uğurlar arzulayıram. Qoy sənin qələmin həmişə yazar olsun, əlin tutar olsun, dilin deyər olsun. Qoy bütün Azərbaycan xalqı səninlə fəxr etsin ki, belə bir gözəl gənc yazar şairimiz var. Bir ana kimi öpürəm səni Etibar. Sənə uzun ömür, can sağlığı arz edirəm.
yaradıcılıq yollarında uğurlar arzulayıram. Qoy həmişə sənin yolunda yaşıl ışıqlar yansın. Duman müəlliməyə dərin təşəkkürümüzü bildiririk. Mən çox üzr istəyirəm. Etibar qardaş da məni üzrlə hesab eləsin. Bu yazanda belə yazarlar, kitab da olar, bu səviyyədə sevilər. Amma bizim də cəfəngət yazarlarımız var, bəziləri. İndi bizdə bu dəqiqə Xoşbulaq ərazisində hərbi hissədən də qonaqlar gəlib. Respublika hərbi prokurorluğundan da. Demək, mən də indi orada iştirak eləməliyəm, mən də olmalıyam. Amma elə oldu ki, bugünkü, bax, mən burada elə ola bilməzdi iştirak eləməyim. Yəni, mən yazanda da bu ailənin, bu dostların kitab sahibi olmaq lazımdır. Şərəfsiz, əqidəsiz yazı yox. Ona görə mən belə bir qərar qəbul edirəm, özüm fikirləşdim. Etibar, biz bugündən Etibar fondu yaradırıq bu Daşkəsən rayonunda. Bu fondun ətrafında da səni sevərlər birləşəcək və icra hakimiyyətinin başçısı olaraq mən özüm də bu fondla bağlı nə lazımdır, yardımı eləyəcəm, kömək eləyəcəm. Sənin gələcək o yazmış olduğun şeirlərin çıxmasında, gələcək həyatının yaşamasında biz Daşkəsənlərin də köməyi olmalıdır. Bu köməkliyi biz heç vaxt səndən əsirgəməyəcək. Ona görə Etibar fondu bugündən yaradırıq. Mən sənin anana da dərin təşəkkürümü, minnətdarımı bildirirəm. Sənin əziyyətini çəkir və bu günləri sənin bu səviyyədə mən bilirəm bu Kalyaska nə deməkdir. Ona görə bir daha da bacım sizə də Allah Teala'dan can sağlığı. Allah sizi o gün olsun sevindirsin. Biz Daşkəsənlər də sənin sevincinə şərik olaq. Oturun. İndi buna görə məclisin axırına kimi elə bil, əziz qardaş, mən də səninlənəm və bundan sonra deyilən sözlərə şərikəm, sevinirəm və buna görə məni üzrləsə belə mən gedim, indi bu hökumət dövlət işidir. Meydana müəllim, gedək ora. Ona görə mən səni bir daha da bağrıma basıram, öpürəm. Sənə bu yaradıcılıq yolunda uğurlar arzu edirəm. Həqiqi mənada mən belə baxıram, görürəm. İnanıram ki, gələcəkdə hər şey yaxşı olacaq. Səndə bir dənə ananda səbir və özündə də inam yaransın, inam olsun. Mənə bax, özün gələcəyə inan. Mən də bu Kalyaskada oturmuşam. 1 il 6 ay. Amma bu günlər özümdən güclədən hiss eləmirəm. Elə bir, yəni açığın deyim, o keçmiş hər şey arxada qaldı. İndi həyatda insanın başına belə işlər gəlir. Amma mən inanıram ki, Allah Taala'nın köməkliyi ilə sən anan sənin xeyir işində oynayacaq. Əl açıb mən də səndən oynayacağam. Allah bir daha da sənə bu şərəfli işində sənə uğurlar arzu edirəm. Can sağlığı Allah Taala'dan diləyirəm. Səni öpürəm, bağrıma basıram və məni üzrlü hesab elə. Mən işlə bağlı, yəni bizim iş vaxt hələ qutarmayıb, işimiz davam edir. Burada səni sevərlər, dostlar, burada qəlbi ürəyi Daşkəsənlə döyünən insanlar səninlə birgə, sənin bugünkü sevincinə qoşulub, tədbir də inanıram yüksək səviyyədə keçəcək. Bir daha da səni təbrik edirəm və sənin bundan sonra çətinliyin olmayacaq. Biz Daşkəsənlər səni nə lazımdır o köməkliyi göstərəcək və bu fond Respublikada tanınan bir fond olacaq. Öpürəm səni. Cənab başçımızı alqışlarla yola salın.
Əziz tamaşaçılar, indi sizlərə Etibar Salmanovun Yağışlar şeirinin Qidot şarkını təqdim edirik. Mənim ifamda. Buyuraq dinləyək.